İllərdir umazlı İrəvan kətəsini məhz bu reseptlə hazırlayıram. Dadına baxan hər kəsin bəyənəcəyi bu kətələri gəlin birlikdə hazırlayaq. Qaba 400 stəkan un, 1 paket qabartma tozu, 1 paket şəkərli vanilin və 200 qram soyuq kərə yağını əlavə edib umaz edirik. Ortasını açıb üzərinə 1 ədəd yumurta, 1 xörək qaşığı şəkər tozu və 200 qram da xama əlavə edirik. Xama seçimim hər zaman olduğu kimi milladan oldu. Nəticədə xəmirim də daha kövrək və daha yumşaq alındı. Xəmiri 2 bərabər hissəyə ayırıb soyuducuda 1 saat gözlədirik. İçilik üçün 1 stəkan yarım un, 1 stəkan şəkər tozu, 1 paket şəkərli vanilin və 90 qram kərə yağını qaba əlavə edib umaz edirik. Kərə yağı mütləq soyuq olmalıdır. Dəzgaha lazım olan miqdarda un vuraraq ilk kündəmizi yayırıq. Üzərinə yumurta ağı çəkib içilikdən əlavə edirik. Videoda göründüyü kimi rulon halında bükürük. Açılmasın deyə kənarlarını bərk-bərk bağlayıb hissələrə ayırırıq. Kətələri yağlı kağız sərdiyimiz soba listinin içərisinə əlavə edərək üzərinə yumurta sarısı çəkirik. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada təxminən 30-35 dəqiqə bişiririk. Çox ləzzətli alınır. Siz də mütləq hazırlayın.